Bütün ermənilərin katolikosu 2. Qaragin, indi də Roma papası 14-cü Leodan kömək umur. Romada keçirilən görüşdə müzakirə olunan detallar mediaya sızdırılıb. Tərəflərin Azərbaycan və Ermənistan arasındakı sülh prosesinə toxunduğu bildirilib. Papa regionda sülhün zərurliyini təsdiqləyib. Diqqət çəkən məqamsa 2. Qaraginin Vatikandan gözləntiləridir. Məlumata görə katolikos dövlət katibi kardinal Pietro Parolin ilə görüşdə Qarabağ erməniləri məsələsinə toxunub. 2. Qaragin onların geri qaytarılması dilə gətirib. Bundan başqa Azərbaycanda saxlanılan erməni əsilli şəxslərin azad edilməsi istiqamətində Vatikandan dəstək də istəyib. İddialara görə 2. Qaragin Roma papasından baş nazir Nikol Paşinyana təzyiq göstərməsini də xahiş edib. Papa inanmıram ki, Qaraginin o giley dolu müraciətləri əsasında hansısa bir bəyanat versin. Nə Paşinyana qarşı çıxış etməz, heç Paşinyanı qoyaq bir tərəfə, onun bu giley əsasında hər hansı bir mövqeyi ortaya qoyması nəticə etibarilə Azərbaycanın da maraqlarına zidd ola bilər. Qaraginin məqsədi öz mövqeylərini gücləndirməkdir. İkinci məsələ isə, əgər həqiqətən də Paşinyan istəyinə nail olarsa, Qaraginin bir siyasi sığınacaq olaraq məhz Vatikana getməsi məsələsi ola bilər ki, gizlində müzakirə olunubdur. Çünki o özü də artıq həyəcanlıdır, anlayır ki, proseslər heç də o istədiyi kimi olmaya bilər. 2. Qaraginin Roma papasından istəklərinin artdığı bir vaxtda Nikol Paşinyansa kilsə siyasətində dəyişikliklər edib. Patriarxlara qarşı açıq kampaniyanın nəticə vermədiyini görən Paşinyan mübarizəsini artıq başqa üsullarla aparır. O, kilsəni içərdən dağıtmaq planını işə salıb. İrəvan mediası bu prosesi cihad adlandırıb. Hökumət kilsə daxilində 2. Qaragindən narazı olanları öz tərəfinə çəkib. Özünə tərəfdar toplayan Paşinyanın komandası həmin şəxslərə müəyyən vədlər də verib. Kilsə rəhbərliyində vəzifəsindən azad ediləcək hər kəs üçün maddi dəstək ayrılacaq. Bu yolla İrəvanın daxildə çaxnaşma yaratmağa çalışdığı bildirilir. Həmçinin gizli məlumat toplama kampaniyası hələ də davam edir. Hüquq mühafizə orqanlarına katolikos əleyhinə materialların toplanması tapşırılıb. Paşinyan kilsəni gələn keçiriləcək parlament seçkilərinə qədər sıradan çıxartmağa cəhd göstərir. Ermənistanın radikal müxalifəti ilə Xocalı qatilləri Serj Sarkisyan, Robert Koçaryan və Sergey Ohanyanla birlikdə fəaliyyət göstərir. O cümlədən təbii ki, Moskvadan da dəstək alır. 2. Qaragin xaricdən dəstək almağa çalışır. Xaricdən təbii ki, Paşinyanın daxil olduğu, Paşinyanın belə deyək, dəstək verən Avropa Birliyi baş nazirə qarşı çıxmayacaq. O cümlədən Amerika Birləşmiş Ştatları da Azərbaycanla sülh danışıqlarına görə Paşinyan fəaliyyətinə müdaxilə eləmir. Qalır yeganə Vatikan. Görünür, Nikol Paşinyan 2. Qaragini vəzifəsindən azad etmək niyyətindən əl çəkməyib. Onun bu yolla kilsənin gücünü əlindən almağa çalışdığı sezilir. Bununla da katolikosun siyasi məsələlərdə yer almasının qarşısı kəsiləcək. 2. Qaraginin isə Vatikanla bağlı planlarının pozulacağı ehtimal olunur. Onun xarici əlaqələrlə İrəvana təzyiqinin nəticəsiz qalacağı bildirilir.